Azərbaycan Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. Bu barədə qurumun 2026-cı il fiskal şəffaflıq hesabatında qeyd olunub. Xəbər eksperti xəbər verir ki, mətndə vurğulanıb ki, departament digər müvafiq federal qurumlarla məsləhətləşmələr apararaq minimum maliyyə şəffaflığı tələblərinin illik icmalını aparıb və illik qiymətləndirmə meyorlarını yeniləyib. Departament 2014-cü il hesabatında müəyyən edilmiş 139 hökumətin maliyyə şəffaflığını qiymətləndirib, hər bir hökumətin minimum tələblərə cavab verib-vermədiyini müəyyən edib. Minimum maliyyə şəffaflığı tələblərinə cavab verməyən hökumətlərin 1 yanvar-31 dekabr 2025-ci il tarixli icmal dövründə tələblərə cavab verməkdə əhəmiyyətli irəliləyiş əldə edib-etmədiyini qiymətləndirib. Hesabatda bildirilib ki, 2026-cı il icmalını apararkən departament Amerika səfirliklərindən və konsulluqlarından, digər Amerika hökumət qurumlarından, beynəlxalq təşkilatlardan və vətəndaş cəmiyyəti təşkilatlarından alınan məlumatları nəzərə alıb.